embrionmu yoxsa 2? Pasientlərdən eşitdiyim o məşhur sual. Niyə həkimlər bəzən yalnız tək embrion transferini məsləhət görür? Çünki uğur faizi düşündüyünüzdən daha yüksəkdir və risklər daha azdır. Bəs 2 embrion transferi ilk baxışda hamiləlik şansı artmış kimi görünə bilər. Amma bu da öz növbəsində həm də əkiz hamiləlik riski deməkdir. Çoxdövrlü hamiləlik daha tez-tez həkimə müraciət, daha çox müayinə, daha çox fiziki yüklənmə deməkdir. Anada yüksək qan təzyiqi, hamiləlik şəkəri, bel və ayaqlarda şiddətli ağrılar, preeklamsiya və sair kimi riskləri daşıyır və bunların hamısı realdır. Körpə üçün isə ən böyük risk erkən doğuş, az çəki, uzun müddətli küvez macərası ola biləcək çətinliklərdəndir. Bəzən bir embrionla daha sağlam nəticə, bəzənsə müəyyən hallarda 2 embrionla uğurlu hamiləlik əldə edə bilirik. Bir yoxsa 2 embrion bu qadının yaşına, embrion keyfiyyətinə, eləcə də keçirmiş olduğu süni mayalama tarixçəsinə görə fərqli qərardır. Yəni seçim sadəcə çox yox, düzgün olmalıdır. Çünki məqsəd sadəcə hamilə qalmaq deyil, sağlam ananı sağlam körpə ilə evinə yola salmaqdır.